Amiya salam değerli izleyicilerimiz. Bugün benim kanalımda biz Stick War Legacy oyunu oynayacağıq. Bəli, və bu Endless Days rejimidir. Yəni ki, sonsuz həyatda qalma ya da sonsuz ölümlər. Nə tər istəyirsiniz deyə bilərsiniz, bəli. Bu hekayədə gecə vaxtı gördüyünüz kimi bizim əsgərlər soyuqda palatka qurur. Qoca isə isinmək üçün özünə tonqal qalamaq istəyir. Amma gecənin qaranlığında birdən meşədən kimsə çıxır və ona saldırır. Şükür ki, onu oxçu qurtara bilir. Amma yerin altından çıxan 2 dənə zombi daha onlara saldırırlar və maalesef bu səfər qoca ölür. Bəli, və beləcə hekayəmiz başlayır. Bəli, təbii ki, mən yəni düzünü deyim, hiləli versiya oynayıram, amma heç nə olmaz uşaqlar. Bu səfər bu gördüyünüz əşyaları işlətməyəcəyik. Sadəcə bildiyiniz bu yuxarıdakıları işlədəcəyik. İndi isə gəlin sonsuz əskər eləyək. Mən elə mod eləmişəm, narahat olmayın. İndi isə getdik. Bir dəqiqə, uşaqlar bu arada. Bunu yandırmağı yaddan çıxartmışmış. HP-ləri sonsuzdur, ona görə saldırırıq. Birinci gecəmiz təbii ki, çox tez keçdi. Bəli. Amma hər bir başlayan yeni gecə ilə oyun daha da çətin olur. Yeni zombilər gəlir. Zombilər gücləşir təbii ki və onları öldürmək qat-qat daha çətin olur. Bu arada mənim əsgərlərimin bu qədər zəif olduğu xoşuma gəlmir. Ona görə indi bir şey eləyəcəm. Gözləyin. 2 dəqiqə. Və baxın. Gördünüz uşaqlar. Bəli. İndi isə davam edirik. Bəli. Mənim kanalıma like atıp abone olsanız çok sevinərəm doğrusu. Çünkü mənim üçün sizin like'larınız çok yaxşı bir şeydir. Yani mənim motivasiya edir və beləcə videonu eləmək üçün daha çox istəyim olur. Təbii ki bu videoları sizin sevinciniz üçün yaradıram ki siz baxaraq çox sevinə biləsiniz. Eğer bilmirdinizsə mən başqa dillərdə də danışa bilərəm. Rus dilində və biraz da ingilis dilində. Biraz deyəndə danışa bilirəm, amma çox işlətmirəm. Ona görə gəlin saldıraq və gördüyünüz kimi mod çox yaxşı işləyir və mən sadəcə ölümsüzlük modu da yandırmışam deyə zombilər əsgərlərimizə heç bir ziyan verə bilmir. Amma təbii ki siz deyirsiniz ki yaxşı da, bəsdir, belə sıxıcı da axı. Onda yaxşı. Gəlin ölümsüzlüyü söndürək. Söndürdük. Artıq onlar ölümsüz deyirlər. Baxın. Bəli. 100 neçə əskər və 2 zombi. Zombilər əskərlərimizə baxanda o qədər yavaşdılar ki, heç bir şey eləyə bilmirlər. Son bir zombi qaldı, onu da öldürməsək də olar. Ona görə bu arada niye bu kadar az əsgərimiz var? Məncə indi daha yaxşıdır.
Bəli, geri dönə bilərik və qələbə! Yuhu! Əgər ikinci bölümü eləməyimi istəyirsinizsə, gəlin bu videoda 10 like yığaq və davamını çəkəcəm. Sağ olun. Allah'a emanet olun.